zərbəni dəf etmək. Mürəkkəb reaksiyadır, sadə reaksiya. Mürəkkəb Qəşəng. Əzələnin yığılması nə adlanır Cəfər? təqəllüs. Təqəllüs adlanırdı. Fiziki tərbiyə dərsində, yox, belə deyim sən, mürəkkəb quruluşda icra üsullarının öyrədilməsi hansı hərəkətlərdə adlanırdı? 2 ilə başlayırdı. Köməkçi hərəkətlər adlanırdı. Bəs struktur cəhətdən əsas hərəkətə uyğun olan dərsin əsas hissəsində tətbiq olunanlar? Hazırlayıcı. Qəşəng hazırlayıcı hərəkətlər adlanırdı. Ayrı-ayrı hərəkət qabiliyyətlərinin inkişafına yönəlmiş icra rejimləri? Ayrı-ayrı Xüsusi hərəkətlərdir, bəli. Dərsin məqsədini reallaşdırmaq üçün seçilmiş icra üsulları, dərsin məqsədi hansı? Əsas hərəkətlərdə reallaşdırırdı. Sonra gəldi nəyə? Müəllimin ehtiyatda olan vasitələr toplusu, Resus. orqanizmin daxili mühitinin sabitliyi, Gemostas. qəşəng, dərsdə verilən oyunların təşkilinin müxtəlifliyi, Variasiya. variasiya idi. Sonra gəldik nəyə? Sən maddə görüm qardaş, resurs neçə formada olurdu? Ümumi xüsusi. Aha, ümumi idi, bir də xüsusi resurs idi. Cəfər, nətər idi Allah o hər şey bir dənə gözlə görüm yadıma düşür o. Konqresi deyil. Yox, konqresin neyinə bilmir. Diqqətin son nəticəyə yönləndirilməsi nədir? Son nəticəyə. Vərdiş. Qəşəng, diqqətin hər bir elementə cəlb olunması nədir? Bacarıq. Qəşəng, bacarıqdır. Sonra nətər idi Allah o bizə dəqiq gözlə. Hə, tarazlıq vəziyyətindən uzaqlaşdığı nöqtələr arasında məsafə hərəkətin son həddi. Heç bunu unudaram mən, heç vaxt. Aha. Amplituda. Amplitudadır. Yaxşı. Hərəkətdə və yaxud da dayandıqda bədən vəziyyəti olan Qamət. qəşəng, qamətdir. Diqqətin neçə forması var idi? İradi, qeyri-iradi. Aha, iradidir, bir də qeyri-iradidir. Sonra qoy görüm sənə sual verəcəydim ay Cəfər bizə dəqiq gözlə. Cəmiyyətin ümumi mədəniyyətin mühüm bir hissəsi olan nə idi? Hazırlıq. Yox, bədən. Bədən tərbiyəsi. Bədən tərbiyəsidir. Sonra sıra ümumi inkişaf hazırlayıcı hərəkətlər hansı hissədə istifadə olunurdu? Hazırlayıcı. Bəs xüsusi hərəkətlər fiziki tərbiyə dərsinin hansı hissəsində istifadə olunurdu? Handbol idman oyunda mərkəzdən birbaşa rəqib komandanın qapısına qol qeydə alınır. Bir dənə qapçı qapısına atsa alınmır. Aha, qalan bütün hallarda qapıya qol qeydə alınırdı, düzdürmü? Oyunçu dəyişikliyə məhdudiyyət var handbolda. Evet. Aha, oyunçu dəyişikliyi zamanı hakimə məlumat verilməlidir. Evet. Oyun təmiz vaxtla oynanılırdı. Yox, futsal. Aha, püşkatma neçə dəfə ola bilərdi? Maksimum 4 dəfə. Maksimum 4 dəfə püşkatma ola bilərdi. Sonra gəldik nəyə? Dərsdə yarışacaq qruplar, komandalar müəyyənləşdirilir. Kim tərəfindən dərsin hansı hissəsində? Müəllim əsas. Qəşəng. Voleybol 1891-ci ildə yaranmışdı. 5-də. Qəşəng 5-də. Azərbaycanda voleybol 1920-də yaranıb.